Nəfsin xidmətinə keçən ağıl fironlaşır. Və qərbin təqdim etdiyi ağıl da həmən ağıldır. Və qərb təfəkküründə həmən o ağıl nə deyir? Deyir, insan azaddır. Hətta Allaha nisbət azaddır. Hətta Allah da mənə qadağa qoya bilməz. Din nə deyir? Din deyir, yox. Azadlıq Rəbbimin mənə verdiyi bir hədiyyədir. Bəxş etdiyi bir tövhədir. Onun təyin etdiyi qədər azadam. Nə qədər icazə verib o qədər. Onundur. Nə qədər icazə verib o qədər. O qədər azad deyiləm ki, öz abrımı aparım. Heç buna da icazə vermirdi. Hədisə bax. Ləm yufəvviz ileyhi ən yuzillə nəfsəhu. Allah izin verməyib insana, bir möminə, imanlı insana ki, özünü xar eləsin. Bu qədər azad deyilsən. Allah nə qədər verib o qədər. Allahın lütf etdiyi qədər azadsan. Ondan artıq yox. İzin verdiyi qədər azadsan. Qərbin təqdim etdiyi ağıl deyir, bu bədən sənin özvündür, özün bilərsən. Hətta istəsən intihar edərsən. İslam deyir, yox, bu bədən sənə əmanətdir. Əmanətə xəyanət edə bilməzsən. Özünə zərər verə bilməzsən. Sən sənin deyilsən, sən Rəbbinsən. İnna lillah. Biz onunuq. Mən özümün deyiləm. Bəli, qərbin təqdim etdiyi ağıl deyir, səndə olan mal, mülk, pul, var, hamısı sənindir. Sənindir. Bunun misalı Quranda. Qaruna dedilər, Qarun o qazandığından xəriclə. O utitu min ilmini indi. Özüm qazanmışam, öz zəhmətimlə. Niyə xərcləməliyəm? Süleymanın fikri. Süleyman dedi, haza min fəzli Rabbi liyəbluvəni əşkur əməkfur. Bu Rəbbimin mənə verdiyi bir neymətdir. Mal, mülk, dövlət. Allah bunu ilə mənə imtihan edir. Görüm şükür eləyəcəm, yoxsa küfür eləyəcəm. Bu Süleymani baxış, o Qaruni baxış. Bu İslamın baxışı, o Qərbin baxışı. İslam belə baxır məsələyə. Səndə nə varsa, sənin deyil, mənim də Allah deyir. Təəssüf olsun, Allah bəzi vaxtlar verdiyini bizdən ala bilmir. O bəndə ala bilər, hər şeyi bir anda bizi küfən. Allah bəzi vaxt verdiyini ala bilmir. Allah deyir, bu vacibi icra elə. Bu malından bu qədər keçməlisən Allahın yolunda. Ondan keçə bilmir. Niyə verməliyəm? Hamısı Allahın deyən bunun nəyi var? Biz nəyə bənzəyir? O evdə kişi görürsən, işləyər, qazanar, gələr ha. Məsələn, yığır, verir, evdəkilər saxlayır, üzr istəyirəm. Xanıma verir, saxlayır. Aylarla verib, xanım da yığıb, saxlayır. Yəni, bəzi xanımlarda, hə? Kişinin də evə qayıdır bir müddətdən sonra, deyir, o evdəki biraz puldan mənə ver, gedim neyniyim, lazımdır mənə. Deyir, neynirsən? Deyir, biraz lazımdır da. Deyir, neynirsən? Deyir, bir fəqir var, ona verəcəm. Deyir, xeyr ola, sənə qalıb, vermirəm. Deyir, bunu mən qazanmışam. Öz verdiyini də ala bilmir. İndi gətir bunu insana. Allah vəzə ola deyir, bunu eləməlisən. Deyir, olmadı ki, niyə əlimdən alırsan? Allahın yolunda xərcləyə bilmir. Allahın yolunda keçə bilmir. Dinin yolunda pulundan sərf eləyə bilmir. Çünki hər adama da nəsib olmaz din yolunda. Pulundan keçə bilsin, qardaşlar. Mən neçə illə Allah mən günahkar bəndəyə nəsib eləyib, çıxış eləyirəm. Allah bu xidməti əlimdən almasın. Çox görürəm belə şeylər. Allah hər adama nəsib eləməz. Bu dəqiqdir. Uqudu ma'al qaidin. Allah Quranda deyir, oturun oturduğunuz yerdə. Siz kimsiniz mənim dinimə kömək eləmək istəyirsiniz? Hər adama nəsib eləmərəm. Hər adama nəsib olmaz. İmam Hüseynin əza məclisinə pul xərcləsin. Ya. Nəsib olandan xoş olsun halına.